Təbii ki, Naxçıvan bilirsiniz, xüsusi bir bölgədir və belə deyək, hələ biz vaxtilə bu barədə çox danışmışıq. Hətta Naxçıvanın hələ bu Zəngəzur dəhlizindən dolayı azad iqtisadi zona üçün ən önəmli bir bölgələrimizdən biri olduğunu xüsusi qeyd eləmişik. Gerçəkdən də Naxçıvan elə bir strateji bir ərazidə yerləşir ki, təbii ki, o Zəngəzur dəhlizinin Naxçıvan üzərindən keçən hissəsi Naxçıvana yeni bir həyat verəcəkdir. Biz bilirsiniz ki, artıq Naxçıvanda bu dəhlizlə bağlı yolun formalaşması ilə bağlı addımlar atılır, işlər görülür. Yəni bu işlərə artıq start verilibdir. Və hesab edirəm ki, Naxçıvanın yeni rəhbərliyi bu sahədə dövlətimizin Naxçıvan yerli hökuməti qarşısında qoyduğu tapşırıqları layiqincə yerinə yetirəcəkdir. Və hesab edirəm ki, bütövlükdə bu Naxçıvanda bir iqtisadi canlanmaya, bir həyata, yeni bir həyat verəcəkdir. Bütövlükdə bilirsiniz, bu yol, Zəngəzur dəhlizi sadəcə bir yol deyil. Bu yol boyunca inkişaf deməkdir, yol boyunca investisiyalar deməkdir, yol boyunca investisiyaların hesabına yeni iş yerlərinin açılması, yeni müəssisələrin formalaşması və yeni yatırımların edilməsi deməkdir. Və nəticə itibarilə təbii ki, yol boyunca bütün bir bölgələrin, onun keçdiyi yerlərdə bölgələrin canlanması deməkdir. Və Naxçıvanda bilirsiniz, artıq 10 illərdir ki, Naxçıvan praktik olaraq blokada şəraitində yaşayır və təbii ki, çətinliklərə bu illər ərzində sinə gəlir Naxçıvan. Amma bütövlükdə bu Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvanla Azərbaycanın quru yol əlaqələrinin kəsilməsi təbii ki, bir çox problemləri ortaya çıxardır. Və mən də hesab edirəm ki, avqust ayının 8-də Vaşinqtonda paraflanmış sülh müqaviləsi artıq bu sahədəki problemlərin çözülməsinə də bir yaşıl işıq yandırır. Və biz yaxın gələcəkdə artıq dəhlizin açılmasından sonra həm Naxçıvana maneəsiz insanlarımızın gelib gəlişi, həm yüklərin daşınması, bütün nəqliyyat və kommunikasiya yollarının demək ki, fəaliyyəti başlayacaqdır. Və bu tək dediyim kimi yol deyil. Buradan artıq bilirsiniz, bir dəmir yolu, bir quru yolu keçməyəcəkdir. Buradan gələcəkdə hətta Mərkəzi Asiya ölkələrinin enerji resurslarının Avropaya çatdırılması kimi dəhliz kimi də istifadə ediləcəkdir. Və bu da təbii ki, əgər bu dəhliz deyək ki, Cənub qaz dəhlizi layihəsinə uyğun bir layihə reallaşdırılacaqsa, bu da demək Naxçıvan üzərindən keçəcəkdir.